Salam, hər vaxtınız xeyir olsun, dəyərli Dost TV izləyiciləri. Günlərdən 11 mart çərşənbə günü saatlarımız hazırda 12:50-ni göstərir və biz Dost TV-də canlı olaraq yayımlanırıq. Həm Facebook, YouTube, TikTok və Instagram səhifələrimizdən. Hər birinizi xoş gördük, əziz izləyicilər. Əgər sosial sayı ilə bağlı hansısa probleminiz varsa və onu həll etməkdə çətinlik çəkirsinizsə, onda Dost qapısı verilişinə müraciət edin. Bizim verilişə müraciət isə çox asandır. Telefonunuzu üzünüzün göründüyü şəkildə tutaraq video çəkirsiniz. Daha sonra isə şəxsiyyət vəsiqənizin fotosu ilə birlikdə dəyişməz olaraq qalan 010 342 142 WhatsApp nömrəmizə göndərirsiniz. Biz də sizin müraciətləri araşdırıb cavablarını elə canlı yayımda sizlərə təqdim edirik. Dost qapısı verilişinə müraciətlə bağlı indi isə info çarxımız var. Daha asan müraciət edə bilməniz üçün info çarxımıza nəzər salaq. Saatlarımız hazırda 12:33 göstərir və biz Dost TV-də canlı olaraq yayımlanırıq. Sosial sayı ilə bağlı hansısa probleminiz varsa və onu həll etməkdə çətinlik çəkirsinizsə, onda bizə müraciət edin. Sosial sahə ilə bağlı müraciətləriniz üçün doğru ünvan Dost qapısı verilişidir. Biz Dost TV-yə ünvanlı sosial yardımdan ötürü zəng eləmişdik, xəbər vermişdik ki, bizim ünvanlı sosial yardımımız düzəlmir, köməkli gülün. Minnətdarıq, Allah razı olsun. Yoldaşımın adından da sizə çoxlu təşəkkürlər edirəm. Salam Dost TV kanalı. Sizin sayınızda mənim sosial yardımım düzəldi. Çox sağ olun, təşəkkür edirik. Verilişə müraciət etmək üçün telefonunuzu üfüqü, yəni yana tutaraq üzünüzün aydın göründüyü şəkildə 1 dəqiqədən uzun olmayan video çəkin. Videoda adınız, soyadınız, yaşadığınız rayon və şəhəri qeyd edib müraciətinizi səsləndirin. Şəxsiyyət vəsiqənizin fotosu ilə birlikdə 010 3 142 142 WhatsApp nömrəsinə göndərin. Sizin müraciətləriniz diqqətlə araşdırılacaq və cavablar hər həftənin 3-cü günü saat 12:30-da canlı efirdə təqdim olunacaq. Ağdaşdan Naib Əliyev bizə ünvanlı sosial yardımla bağlı müraciət etmişdi. İlkin müraciətinə imtina verildiyini bildirmişdi. Bəli, Dost qapısı verilişi olaraq biz izləyicimizin müraciətini diqqətdə saxladıq. Təkrar qiymətləndirilmə nəticəsində Naib Əliyevin ailəsinə 1 il müddətinə 699 manat məbləğində ünvanlı sosial yardım təyin olundu. Unutmayın, Dost qapısı sosial sahədə həm etibarlı ünvanınız, həm də ən yaxın dostunuzdur. Bəli, hazırda bizi izləyən vətəndaşlar da sosial sahə ilə bağlı suallarını efirin chat bölməsinə yazaraq qeyd edə bilərlər. Biz də sevə-sevə suallarını cavablandırarıq. Başlayırıq Tovuzdan. Bizə Tovuzdan Əli İsmailov müraciət edib ünvanlı sosial yardımla bağlı vətəndaş müraciət etdiyini, lakin ona bir cavab verilmədiyini və bizdən dəstək göstərilməsini xahiş edir. Salam əleykum, mən İsmailov Əli Əzioğlu, Tovuz rayonunun Qoylar şəhərində yaşayıram. Ünvanlı sosial yardıma müraciət eləmişəm. Sosial yardımı 1 ildir mənim sosial yardıma gəlirlər, baxış eləyirlər, gedirlər, imtina vururlar. Oğlum 1 ildir hərbidədir, deyirlər oğlumu hərbidə olduğu görünmür. 1 ildir sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik eləyəsiniz. Vətəndaşımızın müraciəti Dövlət Sosial Müdafiə Fondunda araşdırılıb. Əli İsmailovun müraciətində təqdim edilən məlumatların hamısı tələblərə uyğundur. Məhz bu səbəblə də vətəndaşımıza 1 il müddətinə 399 manat məbləğində ünvanlı sosial yardım təyin olunub. Tovuz rayon sakini İsmailov Əli Əzizoğlu ünvanlı sosial yardımla bağlı Dost qapısı proqramına müraciət edib. Məsələ ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciət vətəndaşın ailə üzvü İsmailova Firəngiz Pirverdi qızının adından olub. Müraciətə əsasən ailənin maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailəyə 1 fevral 2026-cı il tarixindən 1 il müddətinə 399 manat 60 qəpik məbləğində ünvanlı sosial yardım təyin olunub. Fevralda ünvanlı sosial yardımlar ödənilərkən vətəndaşa köhnə kartı vasitəsilə ödəniş edilib. Bəli, Ağdaşdan isə Cəsarət Hacıyev bizə Dost qapısına müraciət edib və müraciət səbəbi onun da ünvanlı sosial yardımla bağlı müraciətində müəyyən problemlər yaşanır. Gəlin özündən dinləyək, görək əsas problemi nədən ibarətdir.
Xahiş edirəm sizdən bizə ailə vəziyyətimiz çətin olduğuna görə, kasıb ailə olduğumuza görə, donana bilmirik deyənə sosial yardım istəyirik, sosial yardımdan dəstək istəyirik, sosial yardımdan kömək istəyirik. Xahiş edirik, bizə kömək eləyəsiniz, bizə dəstək olasınız. Bəli, Cəsarət Hacıyevin müraciəti Dövlət Sosial Müdafiə Fondunda ətraflı araşdırılıb, müəyyən olunub ki, ailənin aylıq gəliri yaşayış minimumu ilə müəyyən edilən məbləğdən yuxarıdır. Ağdaş rayon sakini Hacıyev Cəsarət Əli Yusifoğlu ünvanlı sosial yardımla bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailənin müraciətinə son 12 ay ərzində ailənin adambaşına orta aylıq gəlirinin ehtiyac meyarının məcmusuna bərabər və ya yuxarı olması səbəbilə imtina verilib. Bərdədən Daşqın Məmmədov da bizə eyni mövzu ilə bağlı müraciət edib. Onun da müraciət səbəbi ünvanlı sosial yardımdır və dəfələrlə müraciət etməsinə baxmayaraq ona da imtina verilir. İmtina səbəbi isə məşğulluğunun olmamasıdır. Vətəndaş isə bu cavabdan narazıdır. 19 imtina gəlib. İmtinada da göstərilir ki, güya ki, iş yeri öz təsdiqini tapmayıb. Mənim halbuki hər bir işim düzdür. İş yerimdə düzdür. Niyyət rampoludur, uşağın təqaüdüdür, hamısı bir yerdə nə var, hamısını göndərmişəm. Nümunlar da deyir, 3 ayda hər şey düzdür, deməli, ayın 16-sında deyirsin, işinizə xitam verilibdir. Yoldaşım işləyir, güya ki, mən işləmirəm. Halbuki ikimiz də bir işə girmişik, ikimiz də eyni yerdə işləyirik, xitam söhbətdə yoxdur. Bunlar bunu haradan çıxardır, nə var mənim başıma çıxmır. Çox xahiş edirəm, bununla bağlı müavin kömək edirsiniz. Vətəndaşımızın müraciəti ətraflı araşdırılıb. Dövlət Sosial Müdafiə Fondunun verdiyi məlumata görə Daşqın Məmmədova ünvanlı sosial yardımın verilməsi mövcud qaydalara əsasən mümkün olmayıb. Fondun açıqlamasını qurumun əməkdaşı Lalə Sultanovadan eşidək. Bərdə rayon sakini Məmmədov Daşqın və bir oğlu ünvanlı sosial yardımla bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailənin müraciətinə ailə üzvünün məşğulluğunun öz təsdiqini tapmaması və maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəbilə imtina verilib. Dost qapısına baxırsınız. İzləyicimiz Babək Məmmədov cəza çəkmə müəssisəsindən azad edilib və azad ediləndən sonra bir dəfəlik müavinətini ala bilmədiyini deyir. Səbəbləri üzündən dinləyək. Bir dəfəlik sosial müavinət ödənilməsi ayrılmışdır. 22 dekabr 2025-ci ildə 13 saylı cəza çəkmə müəssisəsindən azadlığa çıxmışam. Bir ay müddətindən artıq keçməyinə baxmayaraq hələ mənə veriləcək sosial müavinət verilməyəkdir. Sizdən mənə kömək etməyinizi xahiş edirəm. Babək Məmmədovun müraciəti ətraflı araşdırılıb və onun haqqında bəhs etdiyi 1600 manatlıq bir dəfəlik maddi yardımın ödənişi artıq təmin olunub. Məmmədov Babək Faiqoğlu cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə bir dəfəlik müavinətlə bağlı Dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsə 29 yanvar 2026-cı il tarixində 1600 manat məbləğində ödəniş edilib. Tovuz rayonundan daha bir müraciətimiz var. Elburuz Tağıyev da ünvanlı sosial yardım almaq istəyir və bizdən dəstək gözləyir. Mən sosial vurmuşdum. İmtihana gəldi 2 dəfə. İndi də vurmuşam. Yanvar ayının əvvəlindən vurmuşam. Məhkumətdarı ilə Dost qapısını açmışam. Dost qapısını aç müraciət edirəm. Xahiş edirəm, mənə kömək eləyin. Hələ bir cavab yoxdur. Qaz işıqdır ki, su hamısı 500 manata yaxın qazımız yanıb. Xahiş edirəm.
Bəli, davam edirik. Buyur. Rüstəm, səni Bəli, dinləyirik. vətəndaşımızın müraciətinə Dövlət Sosial Müdafiə Fonduna baxılıb, araşdırmanın nəticəsi də artıq məlumdur və cavabı fondun əməkdaşı Şəbnəm Ələkbərovadan eşidək. Tovuz rayon sakini Tağıyev Elbrus Zahid oğlu ünvanlı sosial yardımla bağlı dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözü gedən şəxsin elektron sistemə müraciətinə sistem tərəfindən imtina verilib. İmtinaya səbəb Elbrus Tağıyevin məşğulluğunu təsdiq edən rəsmi iş və torpaq mülkiyyətinə görə sığorta ödənişlərinin olmamasıdır. Bədədən isə Samir Əskərzadə ünvanlı sosial yardımla bağlı müraciət edib. Onun müraciət səbəbində problemlər nələrdir? Dinləyək. Ünvanlı Dövlət Sosial Yardıma yanvar ayının 8 sənəd formamıza baxmayaraq 15 iş günü yanvar ayının 29-da bitməsinə baxmayaraq heç bir cavab yoxdur. Təmsilçi də anam Əskərova Qənirə Hilal qızıdır. Xahiş edirəm bizim bu məsələni işıqlandırıb aidiyyatı qurumlara çatdırasınız. Əvvəlcədən də təşəkkür edirəm ki, belə bir veriliş yaratmısınız və səsimiz lazım olan yerlərə çatır. Bəli, təşəkkür edirik diqqətiniz üçün. Bizim məqsədimiz sizlərə, vətəndaşlara dəstək olmaqdır sosial sahədə. Bəli, izləyicimizin müraciətini dinlədik. Biz də onun müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Məsələ tez bir zamanda araşdırıldı və sevindirici məqam ondan ibarətdir ki, ailəyə 599 manat məbləğində ünvanlı sosial yardım təyinatı aparıldı. Bərdə rayon sakini Əskərzadə Samir Yaşaroğlu ünvanlı sosial yardımla bağlı dost qapısı proqramına müraciət edib. Məsələ ətraflı araşdırıldı və məlum oldu ki, elektron sistemə müraciət vətəndaşın ailə üzvü Əskərova Qənirə Hilal qızının adından olub. Müraciətə əsasən ailənin maddi-məişi şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailəyə 1 fevral 2026-cı il tarixindən 1 il müddətinə 599 manat 40 qəpik məbləğində ünvanlı sosial yardım təyin olunub. Fevralda ünvanlı sosial yardımlar ödənilərkən vətəndaşa köhnə kartı vasitəsilə ödəniş edilib. Bəli, dəyərli izləyicilər, YouTube səhifəmizin chat bölməsində vətəndaş müraciətimiz vardı. Şükufə Süleymanova qeyd edir ki, sosiala sənəd verib, 2 dəfə dost qapısı verilişinə video çarx göndərmişəm, xahiş edirəm bir xəbər deyərdiniz. Onu da qeyd edim ki, əziz izləyicilərimiz, bütün müraciətlər araşdırılır və araşdırma müddəti bitmədən biz sizə cavabları deyə bilmirik. Ona görə bir qədər səbirli olmaq lazımdır ki, araşdırılsın sizin müraciətiniz və biz onu sizə canlı yayımda təqdim edəcəyik əlbəttə. İndi isə müraciətlərimizlə davam edirik. Gəncədən Rəna Quliyeva ünvanlı sosial yardım almaq istədiyini bildirir. Sosial vurdumuşam noyabrın 22-sində. Mənim sosialıma imtina gəlibdi. Bu günlərim imtina yazıblar. Sorsa bilərəm nə səbəbə görə mənə imtina gəlir axı. Mən 3 dənə uşaq yekəldirəm. Qoca bir yaşlı arvada baxıram. Yoldaşım yoxdur. Mən devlətimdən kömək istəyirəm, yardım istəyirəm. Sizdən xahiş edirəm artıq dərəcədə. Səbəbini mənə deyərdiniz. Nəyə görə yoxlamayıblar, eləməyiblər. Bəli, izləyicimizin müraciətini Dövlət Sosial Müdafiə Fonduna yönləndirdik. Fondda məsələ araşdırıldı və məlum oldu ki, izləyicimiz ünvanlı sosial yardım üçün sistemə daxil etdiyi məlumatlarda uyğunsuzluq var və bu səbəbdən də ona imtina verilib. Gəncə şəhər sakini Quliyeva Rəna İlham qızı ünvanlı sosial yardımla bağlı dost qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözü gedən şəxsin elektron sistemə müraciətinə əsasən ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailənin müraciətinə ailə üzvü Əliyeva Naibə Surxay qızının məşğulluğunun öz təsdiqini tapmaması səbəbilə imtina verilib. Bəli, daha bir müraciətimiz isə Lənkərandandır. Samid Həmidov martın 2-sində VMTAS elektron sistemi üzərindən ünvanlı sosial yardım üçün müraciət etdiyini bildirir. Ayın 20-si sosial yardıma müraciət eləmişəm. Elə bir oktyabrın 20-si müraciət eləmişəm. 30-u bizim evə yoxlamaya gəlib. Mən o gündən belə bu günə kimi gözləyirəm. Hala mənə səs soraq, xəbər yoxdur. 3 dənə körpəm var. Ailə vəziyyətim də çətindir, dolanmayım da çətindir. Sizdən xahiş edirəm, mənə bir mesaj gəlsin. 2 aydan çoxdur gözləyirəm, hala mesaj yoxdur, zəhmət olmasa.
Bəli, izləyicimiz Səmid Həmidovun müraciəti Dövlət Sosial Müdafiə Fondunda araşdırıldı və bildirildi ki, müraciətin icra tarixi hələ yekunlaşmayıb. Lənkəran rayon sakini Həmidov Samid Balamirzəoğlu ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Müraciət ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə 15 yanvar 2026-cı il tarixli müraciətinə maddi məişət şəraitinin müayinəsi əsasında ailənin gəlirlərinin düzgün göstərilməməsi səbəbi ilə imtina verilib. Ailənin elektron sistemə sonuncu müraciəti isə martın 2-sində olub. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlər sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat ərizə bəyannamədə qeyd olunmuş əlaqə vasitəsinə göndərilir. Cəlilabaddan isə Çingiz Əliyevin müraciət var verilişimizə. Onun sözlərinə görə torpaq ödənişləri ilə bağlı problem ünvanlı yardımın alınmasına maneçilik törədir. 5 övladım var. Biz sosial üçün müraciət göndərmişik. Evə yoxlama təyin olunub. Yoxlama gəlib gedəndən sonra bizə torpaqla bağlı, əmlakımızı biz gizlətmişik, torpaqla bağlı bizə imtina vurublar. Mənim özüm rəsmi iş yerim var, işləyirəm. Anada da az yaşlı uşaq var, yaş yarım uşaq var. Bizdən sum kod tələb eləyirlər. Biz sizdən çox xahiş edirik, bizə köməkliyi göstərəsiniz. Bizim vəziyyətimiz çox çətindir. Bəli, Cəlilabaddan Çingiz Əliyevin müraciətini dinlədik. Biz də onun müraciətini Dövlət Sosial Müdafiə Fondunda araşdırılması üçün yönləndirdik. Fonddan bildirildi ki, sonuncu müraciətinə vətəndaşın son müraciətin üzərindən hələ ki 15 iş günü keçməyib və bilirsiniz ki, sistem üzərindən qanunvericiliyə uyğun olaraq 15 iş günü ərzində müraciətlər qəbul olunur və ondan sonra araşdırılaraq cavablandırılır. Cəlilabad rayon sakini Əliyev Çingiz Ziyadoğlu ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Məsələ ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə 16 oktyabr 2025-ci il tarixli müraciətinə əsasən maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra ailənin əmlakı barədə məlumatın gizlədilməsi səbəbi ilə müraciətə imtina verilib. Ailənin elektron sistemə sonuncu müraciəti isə fevralın 27-sində olub. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlər sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat ərizə bəyannamədə qeyd olunmuş əlaqə vasitəsinə göndərilir. Ünvanlı sosial yardımla bağlı daha bir müraciətimiz Tovuz rayonundandır. İlahə Məmmədova bildirir ki, bütün sənədləri yerində olsa da onlara imtina cavabı gəlir. Ailədə 6 nəfərik az yaşlı uşağım olmağına baxmayaraq dəfələrlə sosial yardıma müraciət eləmişik. Axırıncı dəfə dekabr ayının 11-də sosial yardıma bir daha müraciət elədik. Yanvar ayında bizə monitoring gəldi. Pay torpağımın vöyünü aktiv olduğu halda imtina gəldi. Xahiş edirəm, bizə köməklik edəsiniz. Bəli, izləyicimiz İlahə Məmmədovanın müraciəti ilə bağlı Dövlət Sosial Müdafiə Fondunda araşdırma aparılır və nəticəsi yaxın günlərdə bəlli olacaq. Biz də növbəti buraxılışlarımızda sizlərə təqdim edəcəyik. Tovuz rayon sakini Məmmədova İlahə Fərmayıl qızı ünvanlı sosial yardımla bağlı Dost Qapısı proqramına müraciət edib. Məsələ ətraflı araşdırıldı və məlum oldu ki, sözügedən şəxsin elektron sistemə 27 yanvar 2026-cı il tarixli müraciətinə əsasən ailənin maddi məişət şəraitinin müayinəsi həyata keçirilib. Müayinədən sonra müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə imtina verilib. Ailənin elektron sistemə sonuncu müraciəti isə martın 5-də olub. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlər sistem tərəfindən 15 iş günü müddətində araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat ərizə bəyannamədə qeyd olunmuş əlaqə vasitəsinə göndərilir. Az təminatlı ailələrə aylıq maddi dəstəyi nəzərdə tutan ünvanlı dövlət sosial yardımı proqramı ilə bağlı
doğru olaraq bilinən yanlış məlumata aydınlıq gətirəcəyik. Çoxları düşünür ki, az təminatlı ailənin əmək qabiliyyətli üzvləri işləmədikdə həmin ailəyə sosial yardım təyin olunmalıdır. Əslində isə ailə üzvü qanunvericilikdə nəzərdə tutulan güzəştli hallar istisna olmaqla digər səbəblərdən işləmədikdə yardımın təyin olunmasından imtina verilir. Ailə üzvünün əmək qabiliyyətini itirməsi, birinci dərəcə əlilliyi olan şəxsə, 18 yaşına dək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşa dək əyani təhsil alması səbəbindən işləyə bilməməsi güzəştli hal kimi nəzərə alınır və yardımın təyinindən imtinaya səbəb olunur. Digər hallarda isə əmək qabiliyyətli ailə üzvü işləyirsə, lakin ailə gəlirləri qanunvericiliklə nəzərdə tutulan həddən aşağıdırsa, sosial yardım təyin olunur. Məqsəd yardım təyin olunarkən ünvanlılıq və ədalətlilik prinsipinin qorunması, həmçinin məşğulluğun təşviq edilməsidir. Saatlarımız hazırda 12:33 göstərir və biz Dost TV-də canlı olaraq yayımlanırıq. Sosial sahə ilə bağlı hansısa probleminiz varsa və onu həll etməkdə çətinlik çəkirsinizsə, onda bizə müraciət edin. Sosial sahə ilə bağlı müraciətləriniz üçün doğru ünvan Dost qapısı verilişidir. Biz Dost TV-yə ünvanlı sosial yardımdan ötürü zəng eləmişdik, xəbər vermişdik ki, bizim ünvanlı sosial yardımımız düzəlmir, köməkli gülün. Minnətdarıq, Allah razı olsun. Yoldaşımın adından da sizə çoxlu təşəkkürlər edirəm. Salam Dost TV kanalı. Sizin sayınızda mənim sosial yardımım düzəldi. Çox sağ olun, təşəkkür edirik. Verilişə müraciət etmək üçün telefonunuzu üfüqü, yəni yana tutaraq üzünüzün aydın göründüyü şəkildə 1 dəqiqədən uzun olmayan video çəkin. Videoda adınız, soyadınız, yaşadığınız rayon və şəhəri qeyd edib müraciətinizi səsləndirin. Şəxsiyyət vəsiqənizin fotosu ilə birlikdə 010 3 142 142 WhatsApp nömrəsinə göndərin. Sizin müraciətləriniz diqqətlə araşdırılacaq və cavablar hər həftənin 3-cü günü saat 12:30-da canlı efirdə təqdim olunacaq. Ağdaşdan Naib Əliyev bizə ünvanlı sosial yardımla bağlı müraciət etmişdi. İlkin müraciətinə imtina verildiyini bildirmişdi. Bəli, Dost qapısı verilişi olaraq biz izləyicimizin müraciətini diqqətdə saxladıq. Təkrar qiymətləndirilmə nəticəsində Naib Əliyevin ailəsinə 1 il müddətinə 699 manat məbləğində ünvanlı sosial yardım təyin olundu. Unutmayın, Dost qapısı sosial sahədə həm etibarlı ünvanınız, həm də ən yaxın dostunuzdur. Nərgiz Novruzova verilişimizə müraciət edərək 5 ildir ki, əlillik ala bilmədiyini bildirir. Novruzova Nərgiz, mən əlillik kəsilib 5 ildir. Vəziyyəti pis gündə qalıb, oynatır həkimlər bizi. Xahiş edirəm, mən əlillik düzəltginən. Bəli, izləyicimizin müraciətini Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yönləndirdik. Agentlikdən məsələyə baxıldı və hazırda cavabı agentliyin rəsmisi Gülnar Hacəliyevadan dinləyəcəyik. Qusar rayon sakini Novruzova Nərgiz Novruz qızının əlillik müddəti 2021-ci ildə başa çatıb. Əlillik müddətinin uzadılması ilə bağlı elektron sistemə sonradan rəsmi müraciət daxil olmayıb. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün deyil. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Nərgiz Novruzova ilə bağlı yeni forma 88 rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər. Lirik sakin olan vətəndaşımız Elnur Bağırov Dost qapısına müraciət edərək 3 il öncə iş zamanı xəsarət aldığını, ancaq sığorta ödənişi əldə edə bilmədiyini söylüyor. Salam, hörmətli Dost TV kanalı. Mən Lirik rayon sakini, hazırda Xəzər rayon Binə qəsbəsində yaşayıram. Müraciət etməyimin səbəbi odur ki, mən 3 il öncə əmək müqaviləsi ilə işlədiyim tikinti şirkətində hündürdən yıxılaraq ağır xəsarət almışam. Kəllə beyin travması, körpücü sümük sənəri və digər xəsarətlər almışam. O gündən 3 il keçsə də iş qabiliyyətində deyiləm, işləyə bilmirəm və öz həyat sığorta xidmətindən yararlanmaq üçün dəfələrlə müraciət etsəm də mənə kömək edən olmayıb. Sizdən mən görürəm ki, çoxlu köməklər edirsiniz.
Sizdən xahişim odur ki, mənə kömək edəsiniz. Bəli, izləyicimizin müraciətini Dövlət Əmək Müfəttişliyi xidmətinə yönləndirdik. Xidmətdən bildirildi ki, məsələdən xəbərdardırlar və məsələ araşdırılma mərhələsindədir. İndi bizə ətraflı cavabı Solmaz Aydəmir verəcək xidmətin rəsmisi olaraq. Vətəndaş Bağırov Elnur Tarquloğlu'nun əmək hüquqlarının pozulması ilə bağlı 20 fevral 2026-cı il tarixli müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində araşdırma aparılır. Aparılmış təhqiqat nəticəsində Bağırov Elnur Tarquloğlu'nun 17 avqust 2023-cü il tarixində xəsarət alması ilə nəticələnmiş hadisənin istehsalatla əlaqəli olduğu müəyyən edilib və hadisə qanunvericiliyin tələblərinə uyğun olaraq iz formalı aktla rəsmiləşdirilərək uçota alınıb. Qanunvericiliyə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən iz formalı aktın bir nüsxəsi zərərçəkmiş işçiyə təqdim edilməlidir. Bu səbəbdən həmin aktın işçiyə təqdim olunmasını təsdiq edən sübutların təqdim edilməsi üçün Sky İnşaat MMC-yə 6 mart 2026-cı il tarixində icrası məcburi göstəriş göndərilib və sənədlərin 10 gün müddətində təqdim olunması tələb edilib. Müəyyən edilmiş müddətdə tələb yerinə yetirilmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati icraata başlanılacaq. Bəli, canlıya gələn müraciətlərimiz var, onları səsləndirmək istəyirəm. Əzimov İsmail Salyandan bizə yəqin ki yazır və bildirir ki, bir neçə dəfə müraciət edib və onun da müraciətinə cavab verməyimizi xahiş edir. Digər müraciətimiz isə Sərvər Adışzadə tərəfindən gəlib. İkinci qrup əlil olduğunu və belə başa düşdüm ki, uzun müddətli, yəni ömürlük əlillik almaq istədiyini bildirir. Biz bütün cavabları, bütün müraciətləri qeydə alırıq və bu cavablar hazır olduqdan sonra sizlərə buraxılışlarımızda təqdim edirik. Üzr istəyirəm. Bugünlük isə bizə ayrılan vaxt sona yetdi. Bəli, bizi izlədiyiniz üçün təşəkkür edirik. Əgər sizin də sosial sahə ilə bağlı suallarınız və müraciətləriniz varsa, 010-342-142 qaynar xətt nömrəmizə probleminiz haqqında video çəkərək şəxsiyyət vəsiqənizin fotosu ilə birlikdə göndərə bilərsiniz. Bəli, biz indi sizinlə sağollaşırıq, ancaq siz Dost TV-ni izləməyə davam edin ki, sosial sahədəki bütün xəbərlərdən məlumatlı olasınız. Sağ olun, Dost TV-də qalın.